Sabirabadda 17 yaşlı qız intihar edib. Bu intihardır, yoxsa qəsdən adam öldürmə. Hadisə ilə bağlı bir qədər müəmmalar dolaşmaqdadır. Zərər çəkənlər bir çox iddialar irəli sürsə də, hadisənin təfsilatı bütün prosessual proseslər başa çatdıqdan sonra bəlli olacaq. Gördük ki, göz bərəli, dil çöldükdə. Mən özüm elə bir şey çığırdım, ay Allah, başımıza açıq, ay buna daş düşüb. Bu ipi elə bir şey dartdılar, belə şey açdılar, mıyla mən. Qızı çağırtdı, uzandırdıq yerə. İntihar hadisəsi Sabirabad rayonu Yolçubəyli kəndində Ağamədovların evində baş verib. 17 yaşlı Töhfə Ağamədova yaşadığı evin həyətindəki çardaqdan özünü asaraq intihar edib. Elə həmin gün Töhfənin intiharına səbəb kimi sevdiyi oğlana deyil, başqasına nişanlandığına görə baş verdiyi barədə məlumat yayılıb. Lakin intihar etdiyi deyilən 17 yaşlı qızın valideynləri və yaxın qohumları hadisənin intihar olmadığını iddia edirlər. Töhfənin atası Əfqan Ağamədov və anası Məlhət Ağamədova qızının ölümündən tanıdığı bəzi şəxsləri ittiham edir. Valideynlərin sözlərinə görə Töhfə özünü asmayıb, onu öldürdükdən sonra asmaqla özünü öldürmə kimi göstərməyə çalışırlar. Məlhət Ağamədova şübhələrini belə əsaslandırır ki, qızı artıq nişanlı olduğundan onu sevən digər həmkəndlisinin ondan əl çəkməsi tələbi ilə onların evinə gedib, lakin bir müddət sonra həyətlərindəki çardaqdan asılı vəziyyətdə tapılıb. Dedi gedib onun cavabını verəcəm. Düşdü aşağı, mən də bunu dalayacam. Düşdü aşağı tapmadım. Haradasa bir 10 zad olardı. Tapmadım, baxdım bir yana tapmadım. Başladım, getdim bunu dalayacam. Getdim, soruşdum, dedim Töhfə hanı, dedilər, gəldi, dedi ki, bu söz söhbətə son qoyuq. Yox, açıq, getdi qapı uzaq. Gəldim, qapını gəzdim, tapmadım. Dedim, əgər bunu qaçırdımızsa, gizləmiyor. Bu sözü niyə açın deyin. Dedilər ki, yox, qız qapıda. Sən git qapı oyaqda. Gəldim, gördüm, qız çarda. Valideynlər iddia edir ki, qızı asılı vəziyyətdə aşkar edərkən meyidin ayağının altında hər hansı bir dayağın olmaması və digər şübhə doğuran faktlar hadisənin intihar olmamasından xəbər verir. Gəlib görürlər ki, ayaq yerdə, söykənib bilincini ipdə göstərdiyim kimi də o qaydada qolunda sürüntü var. Palçılca, dizində, üstündə və birinci, yəni bu uşaq sürünüb. Özün asılan adam da dedi, o elə bir ki, axırıncı məqamda o can şirin şey də, axır can verəndə deyir, istər-istəməz deyir, insan istəsə deyir, elə bir güz gəlir ki, o barmağı ilə deyir, məcbur olar ki, o boğazını deşsin. Yəni bunun boğazında da ərzaq izi olmuyor. Əqqablar da yəni o asıldığı yerdən, əqqabının biri elə ki, o asıldığı yerdən bir hardasa 3 metrə, bir əqqabısı 3 metrə buradaydı, biri də o asıldığı yerdən. Bir dənə dügünü var, beləncə elə ki, bir dənə dügün idi. Qardaş, beləncə elə bir ki, baxırdı. Mən işığı verəndə dedim ki, uşaq küsüb, hansı qızı küsüb, gəlib otur. Beləncə də dümdük durmuşdu. Ki, mən əlimi soxdum onun ağzına, bu da soxdu. Ki, biraz nəfəs verdi, bəlkə ölmüb ki, nəfəs verə bu ayasında. Elə ki, bu qonşu gəldi, qız uzandırmışdıq böyle. Uzandırandan sonra qız elə ki, bu masajdadır. Mən dedim ki, bu uşaq pis kimlikdə, bu ölüb. Hadisədə daha bir diqqət çəkən məqam isə meyidi yuyarkən baş nahiyəsinin arxa tərəfində xəsarətin olmasıdır. Meyidi ilk görənlərdən biri də Töhfənin əmisinin həyat yoldaşı Zərbuta Ağamədovadır. O, meyidin üzərində xəsarətin olmasını onu yuyarkən daha aydın gördüyünü deyir. Yuyanda onun saçını qırtdıq. Görür ki, qan axırmın başında. Başında yarıq var idi. Buradan belə yarıq var idi. Mən dedim ki, bəlkə də bu həkimlər yarıb. İntihar etməkdə şübhəli bilinən Töhfənin nişanlısı qızın başqasını sevdiyinin yalan olduğunu bildirdi. Onların bir-birini sevərək nişanlandığını və bugünə qədər də aralarında hər hansı problemin olmadığını deyir. Yəni qızla ümumiyyətlə problemimiz olmuyor, yoxsa nətər idim münasibət? Baş vermiş hadisədə adı çəkilən ailə ilə əlaqə saxlamağa çalışsaq da, lakin cəhdlərimiz bir nəticə vermədi.
Qonşular həmin hadisədən dərhal sonra onların kənddən getdiklərini bildirdilər. Qeyd edək ki, hadisənin səbəbinin araşdırılması üçün Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb, hazırda istintaq aparılır. Hadisənin, halların tam hər tərəfli obyektiv araşdırılması məqsədi ilə cinayət işi başlanıb və həmin göstərilən xüsusiyyətlərə gələcəkdə hüquqi qiymət veriləcəkdir. Eləcə də ölümün səbəbi təyin olunmuş məhkəmə tibbi ekspertizasının müvafiq rəy əsasında müəyyənləşdirəcək. Xatırladaq ki, noyabrın 28-də Sabirabadın Yolçubəyli kəndində 17 yaşlı Töhfə Ağammədova yaşadığı evin həyətindəki çardaqdan iplə asılı vəziyyətdə tapılıb. Baş verənlərə hər bazar saatın bu vaxtı yalnız biz sizə təqdim edirik. Bizimizlə gəlin ki, hər şeydən isti-isti xəbər tutasınız. Efirdə isti izləridir. Salamat qalın.